Rusiyanın Krasnodar diyarının Labinsk rayonunda yerləşən neft anbarına Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində obyektin saxlama infrastrukturu demək olar ki, tamamilə məhv edilib. ASA nəşrinin regional fövqəladə xidmət mənbələrinə istinadən verdiyi məlumata görə, martın 16-da 4 pilotsuz aparat obyektə zərbə indirib və nəticədə təxminən 3000 kvadrat metr ərazini əhatə edən böyük yanğın baş verib. Yanğın 20 saxlama çənindən 18-ni 9-u benzin, 9-u isə dizel olan çənləri, eləcə də 7 yanacaq daşıyan sistemini məhv edib. Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin anbarda fəaliyyət dayandırılıb. Ukraynaya məxsus Efilenova Plus adlı Telegram kanalı da bildirib ki, hücum nəticəsində anbarın saxlama gücünün böyük hissəsi sıradan çıxarılıb, əlavə təsdiqin peyk görüntüləri ilə veriləcəyi gözlənilir. Labinsk rayonunun rəhbəri Vladimir Zaburayev bildirib ki, çərşənbə axşamı gününə qədər yanğın hələ də davam edirdi, lakin vəziyyət sabit olaraq qiymətləndirilir. Rusiyanın İstehlakçı Təhlükəsizliyi Qurumu olan Rospotrebnadzor isə havada təhlükəli çirkləndirici maddələrin səviyyəsinin aşılmadığını açıqlayıb. 18 martda olan məlumata görə Ukrayna bu zərbəni rəsmi şəkildə təsdiqləməyib. Rusiya mediasının məlumatına əsasən Labinskdəki bu obyekt Yudnevka Produkt şirkətinə məxsusdur və regionun ən böyük anbarlarından biri hesab olunur. Onun saxlama tutumu təxminən 9000 kubmetrdir. Bu anbar Krasnodar və Stavropol diyarlarını, eləcə də Rostov vilayətini və Adygeyəni müxtəlif növ benzin, dizel və sürtkü materialları ilə təmin edir. Hücum 16 martda Krasnodar diyarına edilən daha geniş pilotsuz aparat zərbələri fonunda baş verir. Partlayışlar barədə ilk məlumatlar gecə saatlarında yayılıb. Yerli sakinlər hücumun və yaranan böyük yanğının görüntülərini paylaşıblar. Bu region Rusiya hərbi əməliyyatları üçün mühüm logistika mərkəzi hesab olunur və neft anbarları əsas yanacaq doldurma nöqtələri kimi çıxış edir. Belə obyektlərin sıradan çıxarılması təchizat zəncirini çətinləşdirə və cəbhədə yanacaq çatışmazlığına səbəb ola bilər. Yerli hakimiyyət orqanları hadisəni təsdiqləsə də, yanğının vurulmuş pilotsuz aparatın qalıqları nəticəsində baş verdiyini bildiriblər. Yanğını söndürmək üçün xilasedicilər və yanğın söndürənlər cəlb olunub. Alov kilometrlərlə uzaqdan görünən hündür alov dilləri və qalın qara tüstü ilə müşayiət olunub. Son günlərdə Ukrayna pilotsuz aparatları Krasnodar diyarında enerji infrastrukturunu dəfələrlə hədəfə alıb. Martın 12-si və 15-də Tixoretsk yaxınlığındakı başqa bir neft anbarında da yanğın baş verib. Məlumata görə həmin hadisələr Tixoretskaya xətti istehsal və dispetçer stansiyasındakı çənlərə, eləcə də yaxınlıqdakı Tixoretsk nafta terminalına təsir edib. Ukrayna yeni hazırladığı FP-7 ballistik missili ilə Rusiya hədəflərinə qarşı sınaq zərbələri həyata keçirməyə hazırlaşır. Bu raket imkanlarına görə ABŞ-ın Atacms missili sisteminə bənzəyir. Yanğın nöqtəsi müdafiə şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Stlermanın sözlərinə görə, raket artıq ilkin uçuş sınağını uğurla başa vurub və indi növbəti mərhələyə keçir. O bildirib ki, növbəti addım raketin real hədəflərə qarşı sınaqdan keçirilməsi olacaq və bu zaman konkret olaraq Rusiyaya işarə edib. Stlerman izah edib ki, FP-7 raketi 300 kilometrə qədər məsafəni qət edə bilir ki, bu da Atacms ilə eyni mənzilə malikdir, lakin ölçü baxımından bir qədər böyükdür. Buna baxmayaraq, onun daha ucuz istehsal olunması əsas üstünlüklərindən biridir. Yanğın nöqtəsi fevral ayının sonlarında raketin ilk uçuş mərhələsini artıq nümayiş etdirmişdi. FP-7 150 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub və saatda 5400 km sürətə çata bilir. Həmçinin 65 km yüksəkliyə qədər qalxa bilir. Onun dizaynı qismən 48N6 missil əsasında qurulub, lakin struktur yenidən işlənib və elektron sistemləri müasirləşdirilib. Döyüş şəraitində çevikliyi artırmaq üçün raket sadələşdirilmiş buraxılış sistemi vasitəsilə adi qoşqu üzərində yerləşdirilərək işə salınır. Bu quruluş sayəsində sistem təxminən 15 dəqiqə ərzində tez yerləşdirilə və asanlıqla gizlədilə bilir.
Hətta buraxılış qurğuları adi yük maşınları kimi maskalana bilər ki, bu da onları düşmən üçün aşkar etməyi çətinləşdirir. Ştilerman vurğulayıb ki, yanğın nöqtəsi mühərriklər və idarə etmə sistemləri daxil olmaqla demək olar ki, bütün komponentləri öz daxilində istehsal edir, döyüş başlıqları isə sifariş əsasında ayrıca hazırlanır. O həmçinin qeyd edib ki, ballistik raket sistemləri adətən bürokratik maneələrə görə bahalı olur. İnkişaf prosesini sürətləndirmək üçün Ukrayna bu inzibati yükün böyük hissəsini pilotsuz uçuş aparatları üçün tətbiq olunan təsnifat sisteminə yönəldi. Nəticədə FP5 və FP7 kimi sistemlər rəsmi olaraq pilotsuz sistemlər kimi qeydiyyata alınır və bu da daha ləng ənənəvi prosedurlardan yan keçməyə imkan verir. Yanğın nöqtəsi şirkətinin digər məhsulları arasında FP1 dronu, FP2 dronu, Flamingo qanadlı raket, eləcə də FP7 və FP9 ballistik raketləri yer alır. FP1 dronu saatda 140-180 km sürətlə uça bilir, 1400 km qədər məsafəni qət edir, 7 saata qədər havada qala bilir və 60 kq-a qədər yük daşıya bilir. FP2 isə artıq işğal olunmuş Ukrayna ərazilərində istifadə edilib, oxşar sürətə malikdir, lakin 200 km daha qısa mənzilə, 2,5 saat uçuş müddətinə və 105 kq daha böyük yük daşıma qabiliyyətinə malikdir. Yanğın nöqtəsi şirkətinin özü də sürətlə böyüyüb 2023-cü ildə cəmi 18 əməkdaşı olduğu halda 2025-ci ilin sentyabrına qədər bu rəqəm təxminən 2200-ə çatıb. Şirkət hazırda ümumilikdə 175 min kvadrat metr sahəni əhatə edən geniş istehsal müəssisələri şəbəkəsi ilə fəaliyyət göstərir. Ukrayna qüvvələri son bir gün ərzində cəbhə xəttinin bir neçə istiqamətində irəliləməni davam etdiriblər. Müharibənin öyrənilməsi institutunun məlumatına görə ən diqqət çəkən fəaliyyət Kupyansk yaxınlığında, Aleksandrivka ətrafında, Hulyaypole bölgəsində və Ukraynanın şərqində Kostyantinivka, Druzhkovka istiqaməti boyunca qeydə alınıb. Ukrayna bölmələri Kupyansk ətrafında məhdud, lakin real irəliləyiş əldə ediblər. 10 marta aid coğrafi yerləşmə sübutları göstərir ki, Ukrayna qoşunları Kupyanskın cənub-şərqində yerləşən Kisharivkanın şimalında elektrik yarımstansiyasını təmizləyiblər. Bu isə həmin ərazinin artıq Ukraynanın nəzarətində olduğunu göstərir. 11 martda Rusiya qüvvələri təşəbbüsü yenidən ələ almaq üçün Kupyansk şəhərinə doğru və şəhərin şərqində yerləşən Petropavlivka və Kucherivka istiqamətlərində hücumlar həyata keçiriblər. Eyni zamanda Rusiya hərbi rəhbərliyi Vovçansk istiqamətində yerləşən 1-ci matatıcı alayın bəzi bölmələrini Kupyansk istiqamətinə köçürməyə başlayıb. Bu addım təhlükə altında olan istiqaməti gücləndirmək cəhdi kimi qiymətləndirilir. Ukrayna qüvvələri Aleksandrivka yaxınlığında da təzyiqi saxlayır və taktiki irəliləyişlərini davam etdirirlər. Martın 10-na aid təsdiqlənmiş coğrafi yerləşmə görüntüləri Ukrayna qüvvələrinin Novahrivkada Rusiya hərbi mövqeyinə zərbələr endirdiyini göstərir. Analitiklər hesab edirlər ki, bu Ukrayna qoşunlarının yaşayış məntəqəsini böyük ehtimalla yenidən nəzarətə götürdüyünü göstərir. Bu istiqamətdə döyüşlər çox intensiv olaraq qalır. 10-11 martda Rusiya bölmələri Aleksandrivkanın cənub-şərqində yerləşən Novahrivka yaxınlığında hücumlar həyata keçirib və Verbov istiqamətinə doğru irəliləməyə çalışıblar. Ukrayna qüvvələri isə Hay ətrafında əks hücumlar həyata keçiriblər. Ukraynanın cənub müdafiə qüvvələrinin sözçüsü polkovnik Vladislav Voloshin bildirib ki, Novahrivka və Berezarovurunda döyüşlər davam edib. O əlavə edib ki, Rusiya bölmələri ağır itkilər verib. Xüsusilə 90-cı diviziyanın 6-cı tank alayı o qədər zəifləyib ki, artıq döyüşdə effektiv fəaliyyət göstərə bilmir. Voloshin sözlərinə görə Ukrayna bölmələri əvvəllər Rusiya qüvvələrinin nəzarətində olan obyektləri tədricən geri qaytarır. 11 martına aid əlavə coğrafi yerləşmə görüntüləri Ukrayna əskərlərinin Hulyaypolenin şimal-qərbində yerləşən Rizlyanka yaşayış məntəqəsinin cənub-şərq hissəsində bir yaşayış binasını və onun zirzəmisini təmizlədiyini göstərir. Eyni zamanda Rusiya qüvvələri şəhər və onun ətrafında hücumlar həyata keçirməyə çalışıblar.
Bu hücumlar Rezlyanka, Tesvitka ve Varvarivka, Svatopetrivka, Staroukrainka, Verkhnya Tersa, Vozdvizhivka, Zalichna, Zaleznichna, Kirkev və Mevne yaşayış məntəqələri yaxınlığında aparılıb. Rusiya hərbi bulagerləri Ukrayna qoşunlarının bu ərazilərin bir neçəsində əks hücumlara başladığını iddia edirlər. Konstantinivka, Drushkovka taktiki istiqamətində də Ukrayna qüvvələri müdafiə xətlərini gücləndirmək və eyni zamanda Rusiya qüvvələrinə təzyiqi saxlamaq məqsədi ilə lokal əməliyyatlar həyata keçiriblər. Coğrafi yerləşməsi təsdiqlənmiş videolar Ukrayna bölmələrinin bu sektorda aktiv olduğunu göstərir. Coğrafi yerləşməsi təsdiqlənmiş videolar Ukrayna bölmələrinin bu sektorda aktiv olduğunu göstərir. Ukraynanın baş qərargah rəisi Aleksandr Komarenko RBC Ukrayna nəşrinə verdiyi müsahibədə Aleksandrivka istiqamətində daha geniş miqyaslı hücum əməliyyatlarının planlaşdırıldığını bildirib. O qeyd edib ki, aparılan əməliyyatlar nəticəsində Dnepropetrovsk vilayətinin demək olar ki, bütün ərazisi artıq azad edilib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski cəbhə xətti boyunca davam edən hücum əməliyyatlarının hazırki mərhələsində Ukrayna qüvvələrinin əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.